Bugün yeni mövzumuz tənqidi təfəkkür, yəni keçən dəfə öyrəndiyimiz kurikulumdan təfəkkür mövzusunun davamı. Gəlin başlayaq. Deməli, uşaqlar və dinləyicilər, əziz dinləyən insanlar, hər birinizə xoş dinləmələr arzulayıram. İnşallah ki, bəhrələnirsiniz. Səsdən və sizə xoşdur. Deməli, mən həmçinin sizə tənqidi təfəkkür, necə inkişaf etdirilməlidir, tənqidi təfəkkür zamanı hansı bacarıqlar inkişaf etdirilməlidir. Başlayaq. Tənqidi təfəkkür faktları, problemi, qarşıya çıxan məsələləri düzgün anlamaq, təhlil etmək, dəyərləndirmək, problemi səmərəli yolla həll etmək bacarığıdır. Tənqid etməklə fərqi nədir? Yəni, tənqidi təfəkkür nədir, tənqid etmək nədir? İnsanlar çox vaxt tənqidi təfəkkürü kimisə və ya nəyisə sadəcə pisləmək kimi başa düşürlər, amma bu tamamilə səhvdir. Tənqidi təfəkkür neqativ yanaşmaq deyil, hər hansı bir məsələyə doğru, qərəzsiz, aydın və rasional yanaşmaq deməkdir. Niyə bu qədər vacibdir? 21-ci əsrdə düşüncəmizdə, şəxsi və iş həyatımızda ən çox ehtiyac duyulan bacarıqlardan biridir. Müasir dünyada komandada işləmək, vaxtında doğru qərarlar vermək, texnologiyadan düzgün istifadə etmək bacarıqlarının təməlində məhz tənqidi düşünmək dayanır. Əgər bir insan filmə baxıb onun çox darıxdırıcı olduğunu düşünürsə, başqa biri isə eyni filmi çox bəyənirsə, heç kim o şəxsin düşüncəsinin mütləq səhv olduğunu deyə bilməz. Çünki hər kəsin fərqli baxış bucağı ola bilər. Əsas odur ki, insan öz fikrini sadəcə mən bunu xoşlayıram ya da xoşlamıram sözü ilə deyil, doğru meyarlar, sübutlar əsasında mütləq arqumentlərlə əsaslandıra bilsin. Obyektivlik, tənqidi təfəkkürün ən mühüm tələbi obyektiv olmaqdır. Bu deməkdir ki, qərar qəbul edərkən şəxsi duyğulardan, emosiyalardan uzaq olub, məsələni yalnız faktlar, dəqiq informasiyalar üzərindən təhlil etmək lazımdır. Tənqidi düşünən insanın fikirləri, düşüncələri. Deməli, tənqidi düşünən şəxslər bacarıqlara problemi düzgün müəyyənləşdirir, onun yaranma səbəbini araşdırır, problem haqqında informasiya toplayır, məlumatı emal edir, qruplaşdırır. Problemi sistemli şəkildə həll edir, ən səmərəli həll yolunu seçir və onu daha da yaxşılaşdırmağa çalışır. Fikrini əsaslandırarkən uyğunsuzluğu, səhvi, yanlış anlaşılmaları dərhal aşkar edə bilir. Danışarkən sübutlardan, faktlardan, dəlillərdən düzgün və qərəzsiz şəkildə istifadə edir. Məntiqi cəhətdən əsaslı olan fikirlərə, əsassız fikirləri bir-birindən asanlıqla ayırır. Kifayət qədər sübut olmadıqda tələsik qərar vermir, mühakiməsini kənara qoyur. Bir işi görməmişdən əvvəl onun gələcəkdə hansı nəticələrə səbəb olacağını əvvəlcədən təxmin edə bilir. Müstəqil şəkildə öyrənə bilir və ən azından yeni şeylər öyrənməyə həmişə marağı olur. Bir fikrin sadəcə çoxluq tərəfindən qəbul edilməsi ilə o fikrin həqiqətən etibarlı olması arasındakı fərqi yaxşı görür. Başqalarının fərqli baxış bucağını təhrif etmədən, süni şəkildə şişirtmədən, xırda salmadan olduğu kimi qəbul edir. Özünün də səhv edə biləcəyini, fikirlərində qərəzliyə yol verə biləcəyini qəbul edir. Və şəxsi seçimlərini dəlillərdən üstün tutmur. Tənqidi düşünmək üçün necə yanaşmalıyıq? Məsələlərə tənqidi yanaşmaq üçün insan bu addımları atmalıdır. Məqsədi yönlü suallar vermək, məsələni tam anlamaq üçün düzgün suallar verməyi bacarmalıdır. Məsələn, 4N1KH ya da Kipling modelində vacib informasiyaları toplamaq, mövzu ilə bağlı ən lazımlı məlumatları bir araya gətirmək, şübhə ilə yanaşmaq, çox geniş yayılmış, hamı tərəfindən qəbul edilmiş fikirləri kör-körənə qəbul etməməli, onlara şübhə ilə yanaşaraq yenidən müzakirəyə çıxarmalıdır. Qərəzsiz olmaq hər bir hadisəyə və ya şəxsə qarşı tamamilə obyektiv və qərəzsiz yanaşmalıdır. Tənqidi təfəkkür, ədalətli qərarlar vermək üçün faktların obyektiv analizini tələb edir. Tənqidi düşünən insan informasiyanı olduğu kimi qəbul etmir, həmişə daha dərin araşdırma aparır, hər bir fikrin arxasında məntiqli bir əsasın dayandığından əmin olmaq istəyir. Şagirdlərdə bu yanaşmanın formalaşması onlarda bir çox intellektual bacarıqları inkişaf etdirir. Bu birinci hissə idi. Təşəkkür.